Özümü sənin mənə baxışınla, sənin mənim ölçmənlə dəyərləndirməyəcəm. Əgər sənin ölçün pozulubdursa, əgər sənin görmən qüsurludursa, əgər sənin qəlbin şikəstdirsə, əgər sənin düşüncələrin şikəstdirsə, mən niyə səni öz gözümlə görməyə davam elətdirəcəm ki? Bir çox insanın bugün əziyyət çəkdiyi, başqalarının gözü ilə özünü dəyərləndirməsi problemidir. Baxın, əziz insanlar, dəyərli insanlar, sən başqalarının səni gördüyündən daha artıqsan. Başqalarının səni görmək istədiyi yerdən daha artığına layiqsən. Həyat başqalarının düşüncələrini sorğulamaq, başqalarının mənim haqqımda nə düşündüyünü düşünəcək qədər uzun deyil. İnanın, belə bir lüksumuz da yoxdur. Buraxın, insanlar sənin haqqında nə düşünürsə düşünsün. Bu səndən asılı deyil. Bu onların qəlbindən və düşüncələrindən asılıdır. Nə qədər təmizdirsə, nə qədər sağlamdırsa, bir o qədər də sağlam düşüncə olacaqdır. Gerisinə biz qarışa bilmərik. Sən öz yoluna, öz həyatına baxacaqsan.